Orucu pozan əməllər bilməyərək və bilərək edilən hallar. Oruc yalnız yemək və içməkdən ibarət deyil. İslamda orucu pozan əməllər niyyət, şüur və qəsd əsasında qiymətləndirilir. Yəni insanın bunu bilərək etməsi ilə bilməyərək etməsi arasında böyük fərq var. 1. Cinsi əlaqə və oruc. Əgər insan oruc olduğunu bildiyi halda Ramazan günündə cinsi əlaqədə olarsa, bu halda oruc pozulur, təkcə qəza kifayət etmir, kəffarə də vacib olur. Kəffarə çox ağır bir məsuliyyətdir. 60 gün ardıcıl oruc tutmaq və ya buna gücü çatmayanlar üçün ehtiyac sahiblərini doyurmaq. Bu, İslamda orucun nə qədər müqəddəs olduğunu göstərir. Yaşıl, bilməyərək edilərsə. Əgər insan oruc olduğunu unudaraq və ya səhər vaxtının girdiyini bilmədən cinsi əlaqədə olarsa, alimlərin çoxuna görə oruc pozulur, amma kəffarə yoxdur. Yalnız qəza orucu tutulur. 2. Yuxuda boşalma, ihtilam. Yuxuda baş verən boşalma insanın iradəsindən tamamilə kənardır. Bu hal orucu pozmur, günah sayılmır. Sadəcə namaz üçün qüsl almaq vacibdir. Oruc isə normal davam edir. 3. Oyaq halda qəsdən boşalma. Əgər insan oyaq halda qəsdən ehtiraslı davranışlar nəticəsində boşalarsa, oruc pozulur, qəza orucu vacib olur. Amma cinsi əlaqə olmadığı üçün kəffarə tələb olunmur. 4. Orucu pozan digər əsas əməllər. Orucu bilərək pozan hallara daxildir. Qəsdən yemək və içmək, siqaret çəkmək, qida və ya dərman qəbul etmək, qəsdən qusmaq. Bunlar orucu pozur və qəza tələb edir. 5. Bilməyərək edilən hallar. Əgər insan unudaraq yeyib içərsə, yatarkən boşalarsa, məcbur qalarsa, bu hallarda oruc pozulmur, günah yazılmır. Nəticə, İslamda əsas prinsip budur. İnsan iradəsi ilə etdiyi əməllərə görə məsuliyyət daşıyır. Yuxuda və ya bilməyərək baş verən hallar orucu pozmaz. Qəsdən və bilərək edilən əməllər isə orucun hökmünü dəyişir. Oruc təkcə aclıq deyil, nəfsin tərbiyəsi və özünə nəzarətdir. Oruc yalnız bədəni deyil, qəlbi də tərbiyə edir. Bu ibadət bizə səbir, nəzarət və daxili təmizliyin dəyərini öyrədir. Unutmayaq, İslam dini çətinlik yaratmaq üçün deyil, asanlıq gətirmək üçün nazil olub. İnsan iradəsindən kənar baş verən hallar bağışlanır, amma şuurlu davranışlar məsuliyyət tələb edir. Oruc sadəcə aclıq deyil, özünə hakim olma sənətidir. Əgər belə bir hal yaşamısınızsa, narahat olmayın. Yuxuda baş verənlər oruca zərər verməz. Sadəcə təmizliyə diqqət edin, qısl alın və ibadətinizə rahatlıqla davam edin. Dinimiz rahatlıq və mərhəmət dinidir. Oruc sadəcə yeməkdən uzaq qalmaq deyil, bu nəfsə dayan deməkdir. İradəyə sahib çıxmaqdır. Daxili intizamdır, mənəvi gücdür. Və unutmayaq, Allah insanı gücü çatmayan şeylərlə sınamaz. Əgər bu məlumat faydalı oldusa, paylaşmağı unutmayın. Çünki bəzən bir doğru bilgi insanın boş yerə narahatlığını aradan qaldıra bilər. Oruc bədəni ac saxlayar, amma ruhu doyurar. Bu ay özümüzü daha yaxşı anlamaq, səbirli və təmiz qalmaq fürsətidir. Bu cür faydalı məlumatların davamını izləmək üçün kanalımıza abunə olun və videonu bəyənin. Dəstəyiniz bizim üçün çox dəyərlidir.